فوض امری الی الله ان الله بصیر بالعباد. هم با هم زمزمه الیاخ اللهم الحجة الحسن صلواتك وعلى في هذه الساعة وفي كل وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك الله وتمتعه فيها. السلام عليك يا بنت الحسين يا سيدتي رقية يا حجة الله على يا سيدتنا ومولاتنا إنا توجهنا واستشفينا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا. Hanım Rugayye'nin gözümüzün önüne alaq, Allah-u Teala'nın kapısında yalvaraq, hamı bahem oxuyaq, ya vecihətə indəllah, işfəylənə indəllah. Nə gözəl, bir dəfə də ölüb gedən atanalarımızın əvəzindən deyək, ya vecihətə indəllah, işfəylənə. Salam ola o qıza, xeymələr yanan saat. Salam ola o qıza, xeymələr yanan saat. Olubdu əkbər alan quşvarəsi qarət. Müqəddəmə şeir oxumadım, xanım Rüqəyyənin məsaibin deyə biləm. Nə qədər bugünlər eşidirsiniz, biri pasportunu hazır eləyir, biri biletini alır, biri vizasını hazır eləyir. Ay Ərbəyinə gedən qardaşlarım, siz Allah o yoldan neçə qaddımda xanım Rüqəyyənin niyyəti ilə götürün. Tənha əsiri ki Əhl-i Beyt əleyhimussalamdan Kərbəlanı görə bilmədi xanım Rüqəyyə. Xanım başıma dolanam xanım, salam ola o qıza, yollar üstə ağlar deyir.
ayakların yarasın məhcər ilə bağlardı. Gecenin bir vakti deyir Yezid haramzadiyə mən nəqil danışardım, Yezidi yuxu yapara. Gecenin bir vakti birden gördük xarabede bir ağlamaq səsi gəlir. Yezid-i Harami yuxudan ayındı, sərxoş haldaydı. Ay cavan, ay mənim qardaşım, sən Allah qərə köynəyindən muraqib ol. Məbada iblis Yezid gedən yola bizləri çəkə, Allah onu lənət eləsin. Yuxudan ayındı, bu səs nə mənə səsidir, məni rahatsız edir. Dedilər əmir Hüseynin o 3 yaşında kızı baba bəhanəsi edir. Ona mərd dəstur verdi, babanın başını aparın xərabiyə. Xanım Rüqəyyə babanın başını görəndə belə buyurmuş ola zəbanı ha. Dedin xərabiyə gəlləm, nə yaxşı vaxtda gəlibsən. O sedr qul və min dəfə mərhəba yaralı cidade baş başa vermişdin Ekber'le. Buyur görüm hara getdi o məhləqa yaralı. Xanım Rüqəyyədir da baba ilə söhbətim. Baba Yəsribdə olan günlərimiz vardı yadımda. Nazilə alardın məni ağuş və baba. Amma indi nə baş verir baba, indi səni mən almışam ağuşimə. Səs ver ya Hüseyin, indi səni mən almışam ağuşimə. Baba, hanım o balaca əllərinə babanın tellərinə vaziş edin. Eyvay eyvay baba, 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 sən fəqət bir nəzər eylə, otağın gör haradır. Öpürəm mən səni, sən öpmə dodağın yaradı, yaradı, yaradı. Hanım baxdı bir o yaralı başa, baba, baba. Bir dənə nalə-i aşurayı istəyəcəm ha, tələsmə sinə də vuracaq inşallah. Baba, 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 tüfaq və cəlali və nə gəldi. Baba, andın sənin Kərbəladən yar edin. Buyur görün dudağı mənə gəldi. Baba Yezid'in məclisində əmməm mənim gözlərimin qabağını tutdu. Amma özüm ehsas elədim, gördüm. Axı Yezid'in məclisində ərbabımızın başı birdən başladı Quran oxuya. Məhzər-i el mənzililər Yezid-i Haramzadə əsəbləşdi, dedi Hüseyin, burada da mənim evimi yıxırsan, hətta yaralı başına. İndi səni sakit eləyərəm, Yezid əl attı Xeyzəranə. Eyvay, eyvay, eyvay. Ona görədir, andın sənin Kərbəladən yar eydi. İmam Hüseynin o ləblərinə Xeyzəran verildi.
oxşaması oxşayan. Ağam, 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 Həvaya xeyzəran qalxıb əməndən, Hüseynin ləbləri zərbətlənəndən, Çıxıbdı Zeynəbin ruhi bədəndən. Eyvah, 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 baba, 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 xərabə yordun əmin, yordun incitdi məni. Görübsüz bir babaların, əgər atası dünyadan geçsə onu oxşayarlar. Hər kəs gələr bildiğindən onu sakit eləyər. Ona görə deyirəm, 3 yaşı belə olsa müsibəti sonsuzdur. Harda görübsüz 3 yaşında balanı sakit eləmələr, onun babasının başını yollasınlar. Eyvah, eyvah, sənifə şagirdlər yapanlar, onlar namərdilər, namərdilər. Eyvah, 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 indi ki belə göz yaşı tökürsən, oxuram təvəkkən toələdə. Baba, baba, eyvah, 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 andın sənin Kərbəladən yarıydı. Baba, buyur görüm, dodağı mənə gəldi. Eyvah, çox vurublar səni, bundan belə kaş vurmayalar. Bilələr aləmə sər verdi bu baş vurmayalar. Baba, Xeyzəran bəs deyən əllər, sənə daş vurmayalar. Xeyzəran bəs deyən əllər, sənə daş vurmayalar. Səsini qoş mənim səsimə Yasin. Yorulma, elə yavaş yavaş diyeceğim, hem göz yaşı töker. Ah, Xeyzəran bəs deyən əllər, sənə daş vurmayalar, vurmayalar. Kufədə Ümmü Həbibə diye bir xanım vardı. Xurma və çörək nəzr eləmişdi. Hər əsiri ki gələrdi, onlara versinlər. Deyir Ümmü Həbibənin kənizi gəldi. Dedi Ümmü Həbibə, bu əsəranın fərdi var, bunların bir böyüğü var. Elə bir heybət-ül cəlalinə, birdən mənə dedi sədəqə bizlərə haram idi. Bu rozədə işim var, yine xanım Rüqəyyəyə işarə edəcəm. Ümmü Həbibə özü durub gəlib, gəldi xanım Zeynəbin bərabərində. Ah, siz hardansınız? Xanım buyurmuşdu Mədinə. Ümmü Həbibə ta Mədinənin adını eşitdi, başladı ağlamağa. Xanımdı görüm Mədinədə Kuçeyi Bəni Haşimi tanırsan, de görüm Əlinin balalarını tanıyırsan, mən bu çörəklə xurmanı nəzr verirəm. Bir dəfə də arzum budur, xanımım Zeynəbi görə bilər. Xanım Zeynəb başladı ağladı, Ümmü Həbibə nəzri qəbul oldu. Axtardığın Zeynəb mənəm. O dedi ki Hüseynimin başını neyziyə vururlar Ümmü Həbibə. Eyvah eyvah, gətirdi Ümmü Həbibə bizə verə sədəqə. Deyirəm indi Hüseyin
Kur'an müəlliminin, müəllimənin hürməti var. Hanım Zeynep Kufədə 5 il bunlara hicab dersi vermişti. Eyvay, hanım ki gördü damlardan daş atırlar, belə buyurdu Hüseyin. Bu daşların biri değse Rüqəyyənin başına. Benim evim yıkılar, ruzigara bak, mənə bak. Sənife məktəbinin şagirdinin məramı budur Hüseyin. Əhməd abi vururlar neyziyə, hətta o südəmər başını. Dalıcan eyliyə bir ixtiyara bak, mənə bak. Səsimi qoş mənim səsimə ya Hüseyin. Ya Hüseyin, hiç özüme sual olup bir soru işareti olup ya yok. Məgər bu Şam-ı xərabədən sen Allah bunun beyahki kosunu verənlərindən öpürəm. Məgər Şam'ın qəbristanlığı, məzarlığı yoxudur. Xanım Rüqəyyə niyə xərabədə dəfn olur? Bunu da deyirəm, duraq sinələrimizə vuraq. Heç özündən soruşmadın, məgər oranın məzarlığı yoxudur? İmam-ı Səccad gəldi əmməcan. Bu Şam'ın əhli sizin ağlamaqlarınızı duyublar. Xərabənin qapısına yığışırlar, evin yıxılıydı dünya. Bir-birlərinə deyirlər Hacı Murad, bunlardan, bu xaricilərdən biri dünyadan gedib. Biz izin vermərik müsəlmanların qəbirstanlığında dəfn olsun. Eyvay, eyvay, eyvay. Gecenin yarısı getdilər, qəssaləni gətirdilər. Bir dənədən nalə xanım Rüqəyyə istəyəcəm. Qəssalə gəldi, sən Allah məndən ol, telefon zat başın qaçmasına heyfdir uzardı. Qəssaləni gətirdilər. Xanım bu balaca balıya puslu verginən. Qəssalətə xanım Rüqəyyənin o gövərmiş bədənin gördü, dalın gəldi. Mən bu balaya puslu vermərəm. Niyə xanım? Mənə deyil görün, bu nə xəstəliklə dünyada gedir. Niyə bunun bədənində bir bilə gövərmiş yer var? Eyvay, 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 eyvay. Hanım Zeynep buyurdu, onlar Kəbə'nin taziyanələr yeridir. Bilirsiniz, bir gecədə Mədinədə bir nəfər əlim musibət çəkdi. O əminəl müminin idi. Ay, 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 ay. Əsma deyir, mən su tökürdüm, Əli xanım Zəhraya buz verdi. Özü balalara buyurmuşdu, aram anlayasınız, məbada qonşular səsizi duyar. Anaza zülm eləyənləri, ana sevmir ki təşhirdə olsun. Əsma deyir, dedim Əli can, niyə belə ağladım? Əminəl müminin belə buyurmuşdu, Əsma quslun verəndən o amalı para gördü. Tərdilə düşdüm əvvəl, sildim dubara gördüm. Ey kaş görmeyeydim, cismimdə yara gördüm. Əsma elan əlim yetişdi Fatih.
olacak kızın evde çörek yiyir. Ama bir lokmada bu kazadan tökür bitecek çöreğin üstüne. Dedim ne yapırsam, dedi bu yakında baba, o harabede bir balaca 3 yaşında kız var. Dünen akşam yanındaydım, bana deyirdi çok acayip. Ay 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 ay. Isırak bir dar bu kazadan ona aparam, bu yemekten ona aparam. Erbayına giden yoldaşlarım göreceksiniz. Erbab boynuz zahirine susuz kalan ne aç kalır. Onda dinamik kaç bir mirdar bu sudan, bu yemekten banalara nasip olardı. Değil babası değil, durdum balamla yola düştük harabiye sarı. Geldi çağırdı Rugayye, Rugayye. Bir hanım kapıya çıktı. Dünen benim burada bir yoldaşım vardı, ona yemek getirmişim. Hanım Zeynep'e de bir hay hay anladı. Gecenin yarısı babasının başını kucağına aldı. Can verdi, can verdi. Biraz seferaj ellerimi boza 3 mertebe. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. 2-3 dəqiqə ayaq üstə ərizə ədəb ediyor. Bir dənə Nuhə deyim, göz yaşıya müştəriyəm. Harda sinizənidə yine